Salam aleyküm doktorlar. Hər vaxtınız xeyirli olsun. Ümid edirəm yaxşısınız. Çalışacağam biraz sürətli danışım. Bilirəm vaxt azdır. İmtahan axşamıdır bu gün, 3 maydır. Sabah imtahana girəcəksiniz. Sabah imtahana daxil olacaq hər kəsə ilk öncə uğurlar arzu edirəm. İnşallah rezidentura təməl fənlər imtahanı birinci cəhdində yaxşı bir nəticə əldə edərsiniz. Bu videonu da sizə dəstək məqsədilə çəkirəm. Deməli, əslində biraz gecdir, bilirəm. Özüm istəyirdim ki, bir neçə gün əvvəldən olsun. Bəzi problemlər səbəbilə çəkə bilmədim. Amma bundan sonra inşallah çalışacağam ki, 4 may tarixindən sonra növbəti ikinci cəhd üçün yenə belə məsələ videoları çəkim, qısa-qısa videolar olsun. Bildiyiniz kimi, doktorlar, bu farmakologiya məsələləri ilə bağlı mən keçən ildə video çəkmişdim. Və o videonu da çox izlədiniz, bəyəndiniz. Təşəkkür edirəm. O videoda hardasa 10-a yaxın bir məsələ izah etmişdim. 5 dənə nümunə məsələ vermişdim və orada bir sıra belə deyək də bu məsələlərdə sizə lazım olacaq düsturdur və sair kəmiyyətləri izah eləmişəm. Yəni ona görə onları burada deməyəcəm. Burada sadəcə 3 dənə əsas məsələyə toxunacağam. Gözlə bağlı olan məsələlərdir, indi deyəcəm niyə. Ona görə həmin o kəmiyyətləri deməyəcəyim üçün o videoya mütləq baxmanız lazımdır. O videoya baxın, ondan sonra bu videoya baxın. O videonun da linkini bu videonun açıqlama hissəsinə qoyacağam və yaxud da kanalın üstünə daxil olub oradan da axtarış edib tapa bilərsiniz. Kanalımızda həmçinin bir sıra rezidenturiya təməl fənlərlə bağlı videolarımız var, demo dərslərimiz, sınaq izah videolarımız var. Həmçinin burada kiçik bir reklam da deyim. Yəni mən özüm də rezidenturiya təməl fənlərdə hazırlıq keçirəm, artıq 2-ci ilimdir. Kim istərsə təməl fənlərdən, yəni bir müəllim sayəsində 5 fəndən rahat hazırlaşa bilər. Həm qiymət cəhətdən sizin üçün sərfəli olacaq, həm də vaxt cəhətdən. Uğurlar olsun sizlərə də. Deməli, indi hazırlıqla bağlı da kimin nə sualı olsa, indi burada danışmaq istəmirəm hazırlıqla bağlı çox. Zaten bununla bağlı ayrıca videolarım da var YouTube-da. Mənim özümə yazar, ətraflı məlumat verərəm. İndi bu məsələyə gəlincə isə videoya əsas demək məqsədinə qayıdaq. Bildiyiniz kimi keçən il imtahanda gözlə bağlı bir məsələ düşdü farmakologiyadan və ümumiyyətlə gözlə bağlı məsələləri də çox adam qarışdırır ki, tələbələr sualın şərtində, yəni elə yazılır ki, bəzən bilinmir, 2 gözə görə hesablansın, yoxsa 1 gözə görə hesablansın məsələnin şərtində cavab. Və bunu mən indi burada izah etməyə çalışacağam ki, artıq bu məsələyə nöqtə qoyaq. Deməli, bu məsələ hazırda ekranda gördüyünüz məsələni mən keçən ilki videoda izah eləmişəm. Və demək olar ki, tam olaraq elə bu tipdə, eynisi ilə biraz ola bilsin, rəqəmlər fərqli idi və yaxud sualın şərti, amma demək olar ki, eyni tipdir bu tipdə məsələ. Keçən qəbul imtahanına düşdü. Sadəcə olaraq qəbul imtahanında mən keçən il burada cavabı fərqli götürmüşdüm. Məsələn, burada məsələnin şərtinə vermişəm ki, hər dəfə 2 damcı hər gözə və orada da elə bir sualın şərtində deyirdi ki, hər bir gözə tutalımda 2 damcı, 3 damcı belə istifadə olunur. Və orada 2 gözə görə hesablanmışdı. Mən amma bunu keçən il 1 gözə görə hesablamışdım və əvvəlki belə deyək də Puncher testlərdə, DS testlərdə də 1 gözə görə hesablanırdı. Və Azərbaycan dilinin qaydalarına da görə götürəsi olsaq, yəni hər bir göz dediyi üçün bir göz nəzərdə tutulur, bir gözə olan dozanı hesablamaq lazımdır əslində. Amma təəssüflər olsun ki, Dövlət İmtahan Mərkəzi bunu belə götürmədi, 2 göz götürdü. Ona görə də yəni onlar da zaten bunun nəyəsə sübut etmək çox çətin məsələdir. Zaten keçən il başqa bir patoloji, fiziologiya və patoloji anatomiya ilə bağlı bir sualda da səhvlik vardı. Onu tələbələr, doktorlar dedilər, hətta bununla bağlı dərs də təşkil olundu onlayn şəkildə, amma heç bir xeyri olmadı, yəni qəbul etmədilər. Yəni onlar nəsə səhv izah etmək lazım deyil, çətin məsələdir. Mən indi burada o belə deyək də Dövlət İmtahan Mərkəzinin qəbul etdiyi formada izah etməyə çalışacağam. Və keçən il məsələn hər 2 gözə görə götürülüb, yəni hər 2 gözə görə götürülən məsələ düşüb daha doğrusu. Amma bir gözə görə bir gözə görə yəni soruşulan məsələ necə olur, o haqqda bir məsələ düşmür və onu bu videoda izah etməyə çalışacağam. Əslində keçənki videoda da nümunə məsələlər içərisində axırda 5 dənə məsələ vermişdim və həmin məsələlərin içərisində də bir gözə görə hesablanan bir məsələ vardı. İndi onların fərqini izah etməyə çalışacağam burada. Həmçinin həmin o məsələlər içərisində bir sıra başqa variantlarını da deyəcəm ki, başa düşəsiniz. Çox uzatmadan başlayaq indi əsas məsələlərin izahına. Baxın, bu məsələni mən keçən də demişdim. Burada bir dəfəlik və sutkalıq dozanı tapmaq asan məsələdir. Bunları indi bilirsiniz, mən çox uzun olmasın video deyə o hissələri deməyəcəm. Zaten keçən izah etmişəm. Burada da həlli qaydası var. Birinci, biz deməli hidrokortizon asitasının istifadə belə deyək də
məhlulda nə qədərdir onu tapmalıyıq. Yəni 5 milli məhlulda nə qədər hidrokortizon asitat var? O da 0.5%-dir. Birinci onu tapırıq. O da 0.25. Sonra biz burada deməli hər dəfə 2 damcı hər cüzə dediyi üçün demək ki, biz 2 damcı milliyə çevirmək lazımdır və əvvəlki videoda mən demişdim ki, 1 milli 20 damcıdır. Bunu əzbər bilməyiniz lazımdır. 2 damcı x milli, o da 0.1 milli. Demək hər dəfə gözə 0.1 milli biz damcı, yəni məhlul tökürük. 0.1 milli məhlul tökürük. Amma burada indi əsas fərq nədir? Görürsüz, yazıb ki, hər göz və yaxud hər bir göz, hər iki göz sözü işlənirsə sualın şərtində biz iki gözə görə hesablayacağıq. Yaxşımı doktorlar? Amma hər sözü işlətməsə, sadəcə burada sualın şərtində, məsələn bu məsələnin şərtində desəz ki, axırda istifadə qaydası gündə 4 dəfə, hər dəfə 2 damcı gözə tökülür. Yəni gözə tökülür desə sadəcə, onda bir gözə görə hesablayacağıq. Çünki yəni bir gözə tökülür də, amma hər gözə deyəndə hər birinə hesablamaq lazımdır. Ona 2-2 vuracağıq. Ümumi olaraq çünki orqanizmin qəbul etdiyi doza 2 gözün birlikdə qəbul etdiyi doza olduğu üçün 2-yə vuracağıq, 2 gözdə hesablayacağıq. İndi burada yenə keçənki məsələdə zaten eyni qaydada tapırıq. Keçənki məsələdə doğru cavab B variantı çıxırdı. Sadəcə burada 2-yə vuracaq, Y variantı olacaq. Yaxşımı? Axırda 2-yə vururuq. Aydın məsələdir burası. İndi keçək başqa bir məsələ var. Burada isə burada da deməli 5%li 20 milli göz damcısına xəstə deyir gözə 2 damcı damızdırılmalıdır. Preparatın bir dəfəlik dozasını burada da bizə istəyir. Bu daha sadə test tapşırıqdır. Burada da yenə biz 20-nin 5%-ni tapacağıq. Demək bizim nə qədər preparatımız var? 1 qram preparatımız var. Sonra yenə 2 damcı damızdırıldığı üçün gözə bunu biz milliyə çevirməliyik. 1 milli 20 damcı o formada tapırıq da demirəm, burada yazmışam. Video çox uzun olmasın. 0.1 milli və 20 milli məhlulda 1 qram preparatımız varsa, 0.1 məhlulda nə qədər preparatımız var? Onu tapırıq. O deyir 0.5 qram. Və burada fikir versəz variantlarda həqiqətən belə çaşdırmaq üçün verilə bəzən. Milliqram da verir, qram da verir. Fikir versəz variantlarda Y də, C də uyğun gələ bilər. Amma milliyə qram uyğun gəldiyi üçün biz burada qramı götürəcəyik sualın şərtində. Yaxşımı? C variantı olacaq. Zaten normalda onu əslində sualın şərtində də verir ki, qramla və yaxud milliqramla tapın. Normalda da imtahan mərkəzi testlərdə onu deyir. Hər ehtimalla bir deməsə, yəni onu nəzərə alın. Görürsüz, mən burada onu çaşdırmaq üçün qoymuşam ki, bilməyəsiniz. Yaxşı, burada C variantı olacaq. Bir də indi deyirəm, baxın, burada indi bir dəfəyə dozan dedi. İndi bunu sualın şərtini belə deyək də fırlayıb hər cürə formada sizə verə bilər. Ümumiyyətlə, bu məsələlərdə tələbələr çox vaxt bunun məntiqi riyazi hissəsini yaxşı bilmir deyə biraz o baxımdan belə də səhv tapırlar. Yəni mən bu videolarda demək olar ki, farmakologiya hissəsinə detallı izahləmişəm. Sadəcə olaraq biraz məntiqinizi işlədin və sualın şərtini dəqiq oxuyun. Sizdən nəyi istəyir, nə verilib, onları mütləq yazsaz qəşəng. Və çalışın ki, o sualları beyninizdə həll eləməyin, yazın. Zaten sual kağıdında yer olacaq da, yazın. Yazın ki, rahat olsun sizin üçün. Məsələn, bax burada indi məsələn preparatın bir dəfəlik dozası deyib, bunu sutkalıq dozasında soruşa bilər. Necə? Sualın şərtində verər ki, məsələn göz damcısı gündə 3 dəfə gözə 2 damcı damızdırılmaqla 5 gün istifadə olunur. Ha, o zaman sutkalığı hesablayanda 3-ə vuracağıq. 5 gün dediyi üçün ümumi kurs dozanı desə 5 gün istifadə olduğu üçün sutkalığı vuracaq 5-ə sonra axırda. Yəni 50 formada sizdən bu testi verə bilərlər. Və yaxud da burada da yenə indi bir göz 2 göz məsələsinə gələndə görürsüz mən burada 2-yə vurmadım. Çünki xəstə gözə deyir 2 damcı damızdırılmalıdır. Yəni hər sözü işlənməyib. Əgər gözün qabağında hər bir söz işlədilsə, o zaman 2 göz hesablayacaqsınız. Yaxşımı? Məsələn burada göz damcısını xəstə hər bir gözə 2 damcı damızdırılmalıdır deyəndə 2 gözə görə hesablayacaqdıq. Yaxşımı? Bunu unutmursunuz. İndi başqa bir məsələ, bu da biraz çaşdırıcı məsələdir. Bunu da özüm verdim ki, dəfəni, günü çox adam qarışdırır. Bu sual köhnə model suallardır. Dövlət İmtahan Mərkəzinin hazırladığı köhnə illərin model suallarındandır. Yəni qəbul imtahanında düşə bilər. Deməli, prednizolun deyir 0.3%li məhlulundan gündə 3 dəfə 2 damcı gözə damızdırmaq üçün xəstəyə neçə milli məhlul verilməli olduğunu hesablayın. Ümumi qəbul sayı da 50 dəfə olmaqla. Baxın, yenə burada biz nəyi hesablayırıq? Birinci damcını millimetr çevirməliyik. 1 millidə 20 damcı var aydın məsələdə. Tapırıq bunu, eğir 0.1 milli. Demək ki, və burada fikir verirsiniz gözə də, yenə deyir ki, gözə deyir, hər gözə demir. Bunun bəzi, bax burada ümumiyyətlə variantları da qəsdən Dövlət İmtahan Mərkəzi elə qoyub ki, tələbələri çaşdırmaq üçün. Burada məsələn doğru cavab 5-dir. Burada bəziləri 2 gözə görə hesablayıb 10 götürənlər də olur, 15 götürənlər də olur. Yəni ən çox burada seçilən cavab 5, 10, 15. 20, 25-ə seçmisinizsə, yəni vəziyyət sizdə yaxşı deyil. 5, 10, 15 çox vaxt tələbələri seçir.
İndi burada da sizdən baxın, bir də bəzi tələbələr var, onları mən çox müşahidə edirəm. Məsələn şərtində nə rəqəm verilirsə, hamısını istifadə etməyə çalışır. Belə eləməyin. Yəni məsələn sizdən nə soruşulursa onu edin. Bax burada deyir ümumi qəbul sayı 50 dəfə. 50 gün demir. Bəziləriniz bunu deməli gündə 3 dəfəyə vurub, sonra da onu 5-ə vurur. Gündə 3 dəfəyə vurur, yəni 3-ə də vurur da gündə. Amma burada sizdən zaten dəfəni veribdir, yəni ümumi qəbul sayını veribdir 50 dəfə. 50 dəfə də təqribi gəlir gündə 3 dəfədən istifadə edəndə 16-17 günə çıxır. Yəni burada biz sadəcə olaraq bir dəfəlik dozanı tapırıq. Yəni bir dəfə nə qədər məhlul verilir, onu tapmalıyıq birinci. Onu da tapdıqda 0,1-dir. Çünki 2 damcı gözə damızdırır da, 2 damcı. 0,1 millini tapdıq. Yəni bir dəfəlik, gözünüz yazmışam, bir dəfəlik gözə yerdən məhluldur bu. Bir dəfəlik tapandan sonra bunu 50 dəfə təkrar istifadə edilir. Ümumi qəbul sayını verib də zaten sualın şərtini 50 dəfə. Və bunu 50-yə vururuq sadəcə. Cavab verir 5 milli. Demək cəmi toplam 5 milli siz bu xəstəyə məhlul dərman tökmüsünüz. Da gündə 3 dəfə da onu 3-ə vurmaq lazım deyil. O gündə 3 dəfə elə belə desəm məsələn şərtində verib də istifadə qədəsi kimi resepturadan olmalı istifadə olunur da. Yaxşımı? İndi burada məsələn sizdən ümumi qəbul sayı 50 dəfə yox, 50 gün yazsaydı necə olacaqdı? İndi onu elə hesablayaq. 50 gün olsa, o zaman siz deməli bir gün üçün olanı tapacaqdınız. Məsələn, bir günə gündə 3 dəfə deməli 0,1 milli yeridilir də məhlul, düzdür? 0,1 millini 3-ə vuracaqdınız, 0,3. Demək ki, bir günə 0,3 milli siz məhlul verirsiniz. Məhlul. 0,1 milli. İndi bu 0,1 millini də 50 gün dediyi üçün 0,3 daha doğrusu 0,3 millini vuracaqsınız 50-yə. Yaxşımı? İndi sualın şərtini dəyişdirib müxtəlif versiyalarda verirəm ki, hər cürə sual düşəndə başa düşəsiniz, yazasınız. Yəni 0,3-ü 50-yə vuracaqsınız bu zaman. İndi burada sualın şərti eyni qalsın, buradakı kimi. Sadəcə bura, bir dəqiqə yazaq burada. 2 damcı hər bir gözə sözü işlədilsə, hər bir gözə damıtdırmaq üçün. O zaman biz 5 tapdıq, 5-i vuracaq 2-yə, 10. 2 göz üçün hesablayacaq. Yaxşımı? Cavab onda olacaq 10, Y variantı. Bunu da silək. Yaxşımı doktorlar? Başqa indi bunu müxtəlif versiyalarda necə verə bilər? Burada məsələn belə bir verə bilər ki, perinazolun 0,3% tutalım 10 milli, bir dəqiqə 10 milli məhlul. 10 milli məhlulundan gündə 3 dəfə belə bir şey verə bilər. Bu zaman nə edəcəksiniz? İndi belə verib, eynə bax belə versə, bəziləriniz oturub belə deyirlər, sizdən 100% perinazolun miqdarını tapacaq. Onun 0,3-ünü tapacaq, onunla başlayacaq hesablamağa. Amma qətiyyən yox. Çünki sualın şərtində sizdən nə istəyir? Axırda deyir ki, xəstənin neçə milli məhlul verməli olduğunu deyir hesabla. Yəni ümumi məhlulun da burada onun 0,3-ünü tapmayacaqsınız. Burada sualın şərtində xəstəyə neçə milli preparat verməli olduğunu hesablayın desə, preparat və yaxud dərman prednizolon verildiğini hesablayın desə. O zaman onun 0,3-ünü tapacaqsınız. Tapdığınız rəqəm ondan sonra yəni tənasib qoyacaqsınız yuxarıdakı kimi. 2 damcımız 0,1 millidə, 10 millidə indi 0,3%-ni tapdığınız rəqəm 0,1 millidə də bir dəqiqə yazım onları, özünüz görərsiniz. Bu video biraz uzun olacaq. Məsələn, indi eynən bu şərtdən gedirik. 10 millidə bir dəqiqə onun 0,3%. Onun 0,3% böl 100. Bu edir təqribən 0,3. Doktorlar, deməli videonu saxladım, yazdım ki, video çox uzun olmasın. Baxın, sualın məsələnin şərtini biraz dəyişdim. Baxın, perinazolun 0,3% 10 milli məhluluna gündə 3 dəfə 2 damcı gözə damızdırmaq üçün xəstəyə neçə milli perinazolun verilməli olduğunu hesablayın. Ümumi qəbul sayı 50 gün. İndi bu tip belə bir məsələ verirsə. Onda yenə burada biz perinazolun birinci deməli, çünki axırda perinazolu soruşduğu üçün biz perinazolun miqdarını tapmamız lazımdır. Yenə eyni qaydadan gedirik. Birinci o damcını milliyə çeviririk, olur 0,1 milli. Demək 0,1 milli bir dəfəyə belə deyək, məhlul yerilir gözə. O aydın məsələdir, düzdür? Ondan sonra tapırıq deməli onun 0,3%-ni, o edir 0,3, demək 0,3 qram perinazolon var. Yəni 10 milli məhlulda bizim cəmi 0,3
qram prednizolumuz var. Yaxşı. Sonra indi bunu görürsünüz burada yazmışam. 10 millidə, yəni 0,100 qram preparat var, yəni prednizolon var. 0,1 millidə, yəni 0,1 milli bizim o gözə damızdırdığımız o 2 damcıdır. Damcının elə bir milli olan versiyasıdır, çevirdik orada. 0,1-də də x-i tapırıq 0,10 mində 3 qram. Demək 0,10 mində 3 qram bir dəfiyə xəstəyə prednizolon verilir bir gözünə. Çünki bu görürsünüz hər sözü qoymamışam ha qabağında gözün. Yazmışam gözə sadəcə. Ona görə 2-yə vurmadım. Vurduq sonra da onu 3-ə. 3-lü nədir? Gündə 3 dəfə dediyi üçün 3-ə. Düzdürmü? Günlük şeyi tapdıq. Günlük nə qədərdir? 0,10 mində 9 qram. Demək günlük 0,10 mində 9 qram biz bu xəstəyə prednizolon veririk. Ümumi qəbul sayı 50 gün dediyi üçün bunu vuracaq 50-yə. Tamam mı? İndi burada hər gözə desə tapdığımız rəqəmi 2-yə vuracağıq avtomatik. Yaxşımı? Sonra məsəl üçün başqa necə verim? Fərqli versiyalarını demək istəyirəm ki, biləsiniz müxtəlif versiyalarda. İndi burada yenə dediyim kimi prednizolon yox. Neçə milli bayaq olduğu kimi, bayaq orijinal versiyada məhlul idi da. Məhlul verilməli olduğunu hesablayınca yenə eyni qaydada hesablayacağıq. Yəni cavab burada deməli cavab burada yenə də 5 milli olacaq cavab. Yəni burada 10 millini çaşdırmaq üçün sizə verə bilər prednizolon. Yəni onu önəmli yoxdur sizin üçün. Sadəcə olaraq belə deyək də, sizin əlinizdə yəni eyni bax bu sualın şərti bu şəkildədir. Ha, bax sualın şərtini dəyişmirəm. Gördünüz bu belə bu formada qalır. Bu şəkildə sizdən soruşası olsa, bir dənə sadəcə görürsüz 10 milli əlavə elədim. Bayaq 0,3 faizli məhlul idi. 10 millisi yox idi. Mən ondan qabağına bir 10 milli əlavə etdim. 10 milli məhlulla gündə 3 dəfə 2 damcı eyni qaydadan gedib axırda sizdən məhlul soruşası olsa, yenə o bayaqçı dediyim qaydadan hesablayırsınız, 5 milli tapırsınız. Yəni demək ki, bizim əlimizdə olan 10 milli məhlulun sadəcə 5 millisini istifadə etmişik də. Çünki deyim qəbul sayı 50-dir. 50 gün istifadə edib qalan qalsın. Yəni o şəkildə başa düşdünüz? Yəni elə verirsiniz də onu hesablamarsınız. Diqqətli olun. Bax bu hər cür şəkildə verə bilərlər. Ümid edirəm başa düşdünüz. Kimin nəsə yenə bu məsələlərlə bağlı sualı olsa, mənim WhatsApp nömrəmə yazıb soruşa bilər və ya YouTube-da yorumlar hissəsində yaza bilər. Kanala abunə olmağı da unutmayın. Tibb tələbələri dostlarınızla paylaşın videonu, kanalı. İnşallah bundan sonra da rezidentura ilə bağlı faydalı paylaşımlarımız çox olacaq. Videonu bəyənməyi unutmayın. Sağ olun. İmtahanda bir daha uğurlar hər birinizə.